7-ci olaraq Rahimallah deyir ki, o vaxt ki, əldən gedəni geri qaytarmaq və xeyirxahlıq, ha belə itayət baxımından ələ düşən fürsəti dəyərləndirmək üçün istifadə olunmur. Bu vaxt faydasız vaxtdır. Məsələn, bir şey idi, sən onu vaxtı ilə əldən vermirsən, o fürsəti dəyərləndirməmsən, İndi o fürsət ələ düşüb, yenə də dəyərləndirmirsən, o vaxtını ona sərf etmirsən və itayət yolunda sərf olunmur. O vaxtdan bu istiqamətdə istifadə olunmur. İbnül Qayyim Rahimullah deyir ki, bu vaxt zay vaxt sayılır və heç bir faydası da yoxdur. Ümumiyyətlə, sələflər deyərdilər ki, vaxt əslində insanın ömrüdür, insanın həyatıdır, insanın cüzüdür, insanın hissəsidir. Deyərdilər ki, yəbnə Ədəm, ey Adəm övladı, sən vaxtsan. Hər dəfəsində səndən bir gün gedəndə səndən bir cüz gedir. Ağlını, ağlı səviyyəsini bilmək istəyirsənsə, onun vaxtına bax. Gör vaxtını necə dəyərləndirir.